Bu şərh yazan sənə, rəy yazanlar, bu aqressiyaları ki yazırlar, bunu oxuyanda nə hiss edirsən, içində nə keçirirsən? Əvvəl çox təsir eləyirdi. Olub ki, heç ağlamısan, pis olmusan? Mənim bir qızım 2020-də dünyasını dəyişib. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət. Səbəb nə olub? Bir qadın var idi sosial şəbəkədə, yayıncı belə deyək, bir söz istifadə eləmişdi. Yaxşı ki, qızın qucağında qalıb, yəni dünyasını dəyişib. O mənim üçün ən axır idi. 2020-də. Yəni İnsanın necə vicdanı çatıb bu sözü yaza bilər? Yəni insanın içinə nə qədər pislik olmalıdır ki, bu sözü o hərfləri yazıb bunu ötürə bilərsən bir başqa tərəfə. Bir ananın necə balasından vurulmasına sevinə bilər biri? Necə olar? Yəni, anlamıram. Neynədin məsələn? mənim üçün ən ağır olmuşdu. Yəni o xanımın elə çıxışı, sonra səslə 4 balavın qucağında sənə görüm qalsın. Belə bir qarğış eləmişdi səbəbsiz yerə. Yəni necə səbəbsiz yerə? Bilmirəm düşmənçilik mənə nə idi. Və o ən ağırı və ondan sonraki gələn pis altında olan fake profillər heç biri mənə değmədi. Yəni zaten ən ucasını görmüşdüm. Sonra bir müddət sonra öyrəşirsən. Artıq o hardasa hansısa kaydını paylaşırlar sana. Mən artıq girib oxumuram. Artıq rəylərə baxmırsan. Yox, kayd olunan səhifələrdə rəylərə baxmıram. Sadəcə özümə aid olan səhifələrdə, yəni öz səhifəmdə. Pis təsir edir çünki sənə özü. Ona görə artıq açıb özümü əsəbləşdirmək istəmirəm. Və yaxud kiməsə deyim, götür kaydımı sil, ya nəsə yox. Onun artıq başını buraxmışam. Çünki mən görürəm ki, kütlə nə qədər çoxaldısa, o qədər də düşmənin də çoxalır. Və buna artıq açığam. Arzu, bəs uşağı niyə itirdin? Nə səbəb oldu? O biraz ağır mövzudur. İlk dəfə bunu açıqladın və hər kəsə indi maraqlı olacaq ki, nə oldu? Əslində bilirlər sosial şəbəkədə. Yəni onun hekayəsini mən danışmışam. Onu danışsam uzundur. Mən onu danışıb daha da çox kövrəlmək istəmirəm. Bu kiminsə günahına mı görə? Yox, qəti. O da mənim bir yazım idi. Amma qurban olduğum 5 ay sonra mənə əkizlə mükafatlandırdı. Çünki bizim ailədə əkiz deyə bir şey yox idi.